Kərim Abbasov Fatimə Fətəliyevaya ultimatum yolladı. Fatimə, sən bir də məni heç vaxt ad gününə çağırma. Kərim özünü kimdən və nədən qoruyur? Yox, çoxdan çürüyüb getmişdim. Abbasov növbəti dəfə ata olacaq. Doğru xəbərdirmi yoxsa yox, növbət dəfə ata olacaqsan. Bütün bunlar birazdan. Videoya keçməzdən öncə bu cür videoların davamının gəlməyini istəyirsinizsə, videonu bəyənməyi və bildiriş butonunu açmağı unutmayın. Müğənni Kərim Abbasov 45 illiyini dostları və sənət adamları ilə birlikdə qeyd etdi. Kərim, təbrik edirik. Təşəkkür edirəm mən. Yeni yaşın mübarək olsun. Xoş gördük. Çox sağ olun. Gəldiyiniz üçün kollektivə təşəkkür edirəm. Var olasınız. Bu artıq 3-cü paltarını dəyişirsən. 2-dir. Hə, Qonaq paltar istəyirəm, sıxılıram. Xoş mənlik deyir, kostyum zaten o toylarda gedirsən, indi məcbursan da o kostyumu giyinəsən. Uşaqlar o kostyumu çıxartmağın məqamı gözləyirəm. Sıxılıram onun dərdindən. Amma bu gün məclisində heç kəs sıxılmadı. Uşaqdan böyük hər kəs əyləndi. Çünki mən də bunun şahidi oldum. Sağ olasın. Özün necəsənsən, necə iştirak edirsən? Əla, özüm də əlayam, keyfim də əladır. Hamı da yanımdadır, istədiklərim yanımdadır. Gələn qonaqlardan razı qalan Kərimin gözünü yolda qoyan bir qonaq da var imiş. Bu da kim olsa yaxşıdır. Gəlməyənlər də var. Kimlər gəldi? Kakistikdə Fatimə gəlib çıxmadı. Bəli, düz eşitdiniz. Söhbət rəqqasə Fatimə Fətəliyevadan gedir. Rəqqasənin hər ad günündə yanında olan Kərim özünə qadağa qoyduğu azmış kimi Fətəliyevaya bir mesaj da göndərdi. Fatimə, sən bir də məni heç vaxt ad gününə çağırma. Düz deyə şirinliyini göndərim, amma ona ehtiyacım yoxdur axı. Amma sən onun ad Sənə günündə var. ehtiyacım var. Sən onun ad günündə var. Hə, o gəlməyəcəm bir də ad gününə, söz verirəm. Yəni özündən gəlib dedi ki, gələ bilmir. Hə, yazıb mənə SMS yazıb. Onu bura indi yazıb. Yəni Kərimin ad günü gəlməmə biraz. Hə, o ki çox uzaqdayım, gələ bilmirəm, amma bağışlamıram səni. Əslində haqqın da var. Niyə? Çünki əziz tamaşaçılar, Kərim həqiqətən də heç kimin xoş günündən, pis günündən qalmır. Hər zaman onların yanında olur. Biz özümüz də dəfə onu görüntüləmişik. Yəni biz şahidik. Hə, canım, təşəkkür. Var olasan. Çox sağ ol. Amma bir şeyi də unutmayaq ki, rəqqasə Fatimə Fətəliyeva da heç vaxt məclislərdən qalan deyil. Ola bilsin vacib işi çıxıb. Yaxşı, bu mövzunu da burada bağlayaq. Ay Kərim, de görək özün özünə nə arzu edirsən? Can sağlığı. Ürəyim, başqa heç nə, can sağlığı. 45 yaşında başa düşdüm ki, canımın sağlığından önəmli heç nə yoxdur mənə. Əvvəl amma canın sağlığını yox, fikirləşirdim. Zirvə, necə pul qazanım, necə zirvələrə qalxım, necə ancaq bunları fikirləşirdim. İndi yox. Nə zirvə fikirləşirəm, nə pul fikirləşirəm. Yalnız canımın sağlığını fikirləşirəm. Canım salamat olsa o zirvəni də görəcəm, o pulu da görəcəm, o şöhrəti də görəcəm və görürəm də çox şükür. Yetər ki, canım sağ olsun. Bugün qulağıma nə xəbərlər gəlib çatdı? Deyirlər ki, Kərim necə olur 45 yaş bu Kərimə vermək olmur da. O qədər cavan deyirlər, yəni o yaşda nə vermirlər burada. Danışıqlar gedir, eşidirəm yəni. Təşəkkür edirəm. İndi ola bilər içimin o gözəlliyi də mən belə gözəl saxlayıb da. Nə deyirlər, rusdan sözü olmasın, qınyiloy deyiləm də. İnsan kimi insanam ki, belə yaxşı qalmışam. Yox, çoxdan çürüyüb getmişdim. Bu arada müğənni Kərim Abbasov növbəti dəfə ata olacağı dedikodusu neçə vaxtı danışılır. Elə Abbasovu görmüşkən bu məsələyə də aydınlıq gətirmək istədik. Ən doğru cavabı Kərim özü verəcək. Mən sevindim bu xəbəri eşitdim. Bilməm nə dərəcədə doğrudur yoxsa yox. Səmimi olaraq səndən almaq istəyərdim. Kərim, doğru xəbərdirmi yoxsa yox, növbəti dəfə ata olacaqsan.
Düz söhbət. Yo. Belə bir xəbər eşitdim. Yo canım. Bir qız evində toyda, oğlan evin xəbəri yoxdur. Vallahi əgər söhbət bizim evdən gedirsə, uşaq zad bir dənə bəsdir. Mənim uşağım, mənim evladım. İkinci qardaş bacı görmək istəmir. Niyə? İstəmir də. Deyir, mən sənin olan sevgimi heç kimlə bölüşmək istəmirəm. Və mən də həmçinin. Deyir, sən deyir, başqa uşaq olsa onu çox istəyəcəksən, mən qalacam. Ona görə məni istə. Mən də onu çox gözəl başa düşürəm. Və siz valideyn olmaq istəyirsinizmi? Yəni Yo. İstəmirəm. Qoy bir dənə olsun. Amma hər şeyi olsun, hər şeyi. 3 dənə olub çətinlik çəkməkdəsən, bir dənəsi olsun, evi olsun, maşını olsun, bağı olsun, hər şey olsun. Yaxşı yerlərdə oxusun, yaxşı giyinsin, sağlığı gözəl olsun. Başa düşürsünüz, zamanı elə pis zamanədir ki, danışmayaq da böyük. Qoy bir dənə olsun, bərəkətli olsun. sən çox məsuliyyətli valideynsən, övladını sevən bir valideynsən. Əminəm ki, bütün arzuların gerçək Var olacaq. olasın. Uşaqlar üzrə. Təşəkkür edirəm. Yaxşı ki gəlmisiniz. Çox sağ Təşəkkür olun. edirəm. Təbrik edirəm bir daha. Təşəkkür edirəm inşallah. Maç edirəm sizi. Düşünme gençle bilmirəm, düşünmək oram görmürəm, yazığım gəlir sənə. Məşhurlar günün səbəbkarını Maqazin Plus kamerası vasitəsilə xüsusi təbrik etdilər. Onu öpürəm, bağrıma basıram, onu çox istəyirəm. Günü mübarək olsun. Kərimin ad günündən ləbləblər. Kərimə mənim böyük hörmətim var. Ona görə də özümə boş bildim. Düzdür, saat 9-da işləyib hələ özü gəlib çıxmayıb. Amma mən saat 6-dan buradayım. Bir mesaj oldu ha. Yəni sizə öz ad gününüzdə elə hamıdan qabaq gəlmişsiniz, hamını qarşılayırdınız. Yox, əslində mən hamıdan qabaq gedib, hamıdan sonra gəlirəm. Mən bütün məclislərə elə gedirəm, məsuliyyət daşıyıram. Açıq etiraf eləyim, Kərim burdadır əslində. Arxada fotosessiya elətdirir. Hə, ola bilər. Yəni məlumatınız olsun, mən gördüm yəni. Hə, ola bilər, ola bilər. Buradadırsa lap yaxşı, daha yaxşı. Bizim Kərimlə dostluq bağlarımız hələ biz dünyaya gəlmədən qurulub. Bizim valideynlərimiz dost olublar. Mənim atam, Allah rəhmət eləsin, Kərimin atasına onunla dost idi. Ailəvi dost olublar. İndi də biz o dostluğu davam edirik və inşallah ki, əbədi olsun. Kərim 100 yaşa. Çox sadə bir insandır. Sevirəm onun ifasını, sevirəm onun enerjisini, sevirəm onun rəqsini, xüsusi. Qırmızı insan, amma düzgün insan. Ayın 17-si çağırarsan ad gündə. Kərim başdadır. Siz Bəs gələcəksiniz. Və biz? Siz gələcəksiniz. xəbərsiz. Deməli, mənə deməyib də. Bax elə efir vasitəsilə sizə dəvət edirəm ad Baş üstə, günümə. böyük Ayın məmnuniyyətlə mən 17-si. sizin ifanızı da bəyənirəm, sizi də bəyənirəm Xüsusi. Mən də xüsusi. sizi çox bəyənirəm. Var olun, Allah təbrik səsinizi eləyirəm. özünüzü var eləsin. Hamısı çağırmamışdı Elvin ad gününə. Yox, əslində biz siz nəyə görə? Bax, ad Çünki bax günümün onun toyu bir olsun qonağı da gəlib gəlir. inşallah. Gəl sən də Və gəl. ona görə utandım, çəkindim ki, onun heç bir xeyir işində iştirak eləməmişəm. Mən ona görə. Bu gün gəlin. İnşallah bu ad 17-si günümə gəl gəlin. gələcəm. Sevgi dolu həyat arzulayıram. Üzü həmişə gülsün, xoşbəxt olsun. Ona uğurlar arzu edirəm, ona işlərində uğur, müvəffəqiyyətlər arzu edirəm və inşallah ki, balalarının xoş gününə gələk. Təbrik elədiniz, qaçıb gedirsiniz. Hara tələsiz elə? Qaçmıram, gəldim, oturdum, acından ölürdüm, yemək yedim, açıq deyim. Doydunuz? Doydum və bir başqa tədbir var, orada gedib dəyəcəm. Kərim Abbasov Fatimə Fətəliyevaya ultimatum yolladı. Fatimə, sən bir də məni heç vaxt ad gününə çağırma. Kərim özünü kimdən və nədən qoruyur? Yox, çoxdan çürüyüb getmişdim. Abbasov növbəti dəfə ata olacaq. Doğru xəbərdirmi yoxsa yox? Növbət dəfə ata olacaqsan. Bütün bunlar birazdan. Müğənni Kərim Abbasov 45 illiyini dostları və sənət adamları ilə birlikdə qeyd etdi. Kərim, təbrik edirik. Təşəkkür edirəm mən. Yeni yaşın mübarək olsun. Xoş gördüksən. Çox sağ olun. Gəldiyiniz üçün kollektivə təşəkkürümü bildirirəm. Var olasınız. Bu artıq 3-cü paltarını dəyişirsən. Yox, ikidir. İkidir? İkidir. Hə, Qonaq paltar istəyirəm, sıxılıram.
xoşmənlik deyir, kostyum zaten o toylarda gedirsən, indi məcbursan da o kostyumu giyinəsən. Uşaqlar o kostyumu çıxartmağın məqamı gözləyirəm. Sıxılıram onun dərdindən. Amma bu gün məclisində heç kəs sıxılmadı. Uşaqdan Çox böyük hər kəs şükür, əyləndi. çox Çünki şükür. mən də bunun şahidi oldum. Sağ olasın. Özün necəsənsən? Necə iştirak edirsən? Əla, özüm də əlayam, keyfim də əladır. Hamı da yanımdadır, istədiklərim yanımdadır. Gələn qonaqlardan razı qalan Kərimin gözünü yolda qoyan bir qonaq da var imiş. Bu da kim olsa yaxşıdır. Gəlməyənlər də var. Kimlər gəldi? Kakistikdə Fatimə gəlib çıxmadı. Bəli, bəli, düz eşitdiniz. Söhbət rəqqasə Fatimə Fətəliyevadan gedir. Rəqqasənin hər ad günündə yanında olan Kərim özünə qadağa qoyduğu azmış kimi Fətəliyevaya bir mesaj da göndərdi. Fatimə, sən bir də məni heç vaxt ad gündə çağırma. Düz deyə öz şirinliyini göndərim, amma ona ehtiyacım yoxdur axı. Amma sən onun ad Sənə gündə var idi. ehtiyacım Amma var. sən onun ad gündə var idi. Hə, o gəlməyəcəm bir də ad gündə, söz verirəm. Yəni özü zəng edib dedi ki, gələ bilmir. Hə, yazıb mənə SMS yazıb. Ona bura indi yazıb. Yəni Kərimin ad günü gəlməmə biraz. Hə, o ki çox uzaqdayım, gələ bilmirəm, amma bağışlamıram səni. Əslində haqqın da var. Niyə? Çünki əziz tamaşaçılar, Kərim həqiqətən də heç kimin xoş günündən, pis günündən qalmır. Hər zaman onların yanında olur. Biz özümüz də dəfən onu görüntüləmişik, yəni biz şahidik. Hə, canım, təşəkkür. Var olasan, çox sağ ol. Amma bir şeyi də unutmayaq ki, rəqqasə Fatimə Fətəliyeva da heç vaxt məclislərdən qalan deyil. Ola bilsin vacib işi çıxıb. Yaxşı, bu mövzunu da burada bağlayaq. Ay Kərim, de görək özün özünə nə arzu edirsən? Can sağlığı. Ürəyim, başqa heç nə, can sağlığı. 45 yaşında başa düşdüm ki, canımın sağlığından önəmli heç nə yoxdur mənə. Əvvəl amma canın sağlığını yox, fikirləşirdim. Zirvə, necə pul qazanım, necə zirvələrə qalxım, necə ancaq bunları fikirləşirdim. İndi yox. Nə zirvə fikirləşirəm, nə pul fikirləşirəm. Yalnız canımın sağlığını fikirləşirəm. Canım salamat olsa o zirvəni də görəcəm, o pulu da görəcəm, o şöhrəti də görəcəm və görürəm də çox şükür. Yetər ki, canım sağ olsun. Bugün qulağıma nə xəbərlər gəlib çatdı. Deyirlər ki, Kərim necə olur 45 yaş bu Kərimə vermək olmur da. O qədər cavan deyirlər, yəni o yaşda nə vermirlər burada. Danışıqlar gedir, eşidirəm yəni. Təşəkkür edirəm. İndi ola bilər içimin o gözəlliyi də mən belə gözəl saxlayıb da. Nə deyirlər, rusdan sözü olmasın, qniloy deyiləm də. İnsan kimi insanam ki, belə yaxşı qalmışam. Yox, çoxdan çürüyüb getmişdim. Bu arada müğənni Kərim Abbasov növbəti dəfə ata olacağı dedikodusu neçə vaxtı danışılır. Elə Abbasovu görmüşkən bu məsələyə də aydınlıq gətirmək istədik. Ən doğru cavabı Kərim özü verəcək. Mən sevindim bu xəbəri eşitdim. Bilməm nə dərəcə doğrudur yoxsa yox. Səmimi olaraq səndən almaq istəyərdim. Kərim doğru xəbərdirmi yoxsa yox? Növbəti dəfə ata olacaqsan. Düz söhbət. Yox. Belə bir xəbər eşitdim. Yox canım. Bir qız evində toyda, oğlan evin xəbəri yoxdur. Valla əgər söhbət bizim evdən gedirsə, uşaq zat bir dənə bəsdir. Mənim uşağım, mənim evladım. İkinci qardaş bacı görmək istəmir. Niyə? İstəmir də. Deyir, mən sənin olan sevgimi heç kimdən bölüşmək istəmirəm. Və mən də həmçinin. Deyir, sən deyir, başqa uşaq olsa onu çox istəyəcəksən, mən qalacam. Ona görə məni istə. Mən də onu çox gözəl başa düşürəm. Və siz valideyn olmaq istəyirsinizmi? Yəni Yox, istəmirəm. Qoy bir dənə olsun, amma hər şeyi olsun, hər şeyi. 3 dənə olub çətinlik çəkmək desən, bir dənəsi olsun, evi olsun, maşını olsun, bağı olsun, hər şey olsun. Yaxşı yerlərdə oxusun, yaxşı giyinsin, sağlığı gözəl olsun. Başa düşürsünüz, zamanı elə pis zamanədir ki, danışmayaq da böyük-böyük. Qoy bir dənə olsun, bərəkətli olsun. Çox məsuliyyətli valideynsən, övladını sevən bir valideynsən. Əminəm ki, bütün arzuların gerçək Var olasın. Uşaqların üzrə. Təşəkkür edirəm. Yaxşı ki gəlmisiniz. Çox sağ Təşəkkür olun. edirəm. Təbrik edirəm bir daha. Təşəkkür edirəm inşallah. Maç edirəm sizi. Düşünmə ki, heç nə bilmirəm. Düşünmə, yoram, görmürəm. Yazığım gəlir sənə. Məşhurlar
Günün səbəbkarını Maqazin Plus kamerası vasitəsilə xüsusi təbrik etdilər. Onu öpürəm, bağrıma basıram. Onu çox istəyirəm. Günü mübarək olsun. Kərimin ad günündən ləbləblər. Kərimə mənim böyük hörmətim var. Ona görə də özümə boş bildim. Düzdür, saat 9-da işləyib hələ özü gəlib çıxmayıb. Amma mən saat 6-dan buradayım. Bir mesaj oldu ha. Yəni sizə öz ad gününüzdə elə hamıdan qabaq gəlmişsiniz, hamını qarşılayırdınız. Yox, əslində mən hamıdan qabaq gedib, hamıdan sonra gəlirəm. Mən bütün məclislərə elə gedirəm, məsuliyyətdaşıyam. Açıq etiraf eləyim, Kərim burdadır əslində. Arkada fotosessiya elətdirir. Ola bilər. Yəni məlumatınız olsun, mən gördüm yəni. Hə, ola bilər, ola bilər. Buradadırsa lap yaxşı, daha yaxşı. Bizim Kərimlə dostluq bağlarımız hələ biz dünyaya gəlmədən qurulub. Bizim valideynlərimiz dost olublar. Mənim atam, Allah rəhmət eləsin, Kərimin atasına onunla dost idi. Ailəvi dost olublar. İndi də biz o dostluğu davam edirik və inşallah ki, əbədi olsun. Kərim 100 yaşa. Çox sadə bir insandır. Sevirəm onun ifasını, sevirəm onun enerjisini, sevirəm onun rəqsini, xüsusi. Qırmızı insan, amma düzgün insan. Ayın 17-si çağırarsan ad gündə. Kərim başdadır. Siz Bəs gələcəksiniz. Siz gələcəksiniz. Deməli, mənə deməyib daha. Bax, elə efir vasitəsilə sizə dəvət edirəm ad günümə. Böyük məmnuniyyətlə mən sizin ifanızı da bəyənirəm, sizi də bəyənirəm xüsusi. Mən də sizi çox bəyənirəm. Var olun, Allah təbrik səsinizi eləyirəm. var eləsin. Hamısı çağırmamışdı Elvin ad gününə. Yox, əslində biz siz nəyə görə? Bax, ad Çünki bax günümün onun toyu bir olsun qonağı da gəlim gəlir. inşallah. Gəl sən də gəl. Və ona görə utandım, çəkindim ki, onun heç bir xeyir işində iştirak eləməmişəm. Mən ona görə. Bu gün gəlin. İnşallah Bu ad 17-si günümə gəl gəlin. gələcəm. Sevgi dolu həyat arzuluram. Üzü həmişə gülsün, xoşbəxt olsun. Ona uğurlar arzu edirəm, ona işlərində uğur müvəffəqiyyətlər arzu edirəm və inşallah ki, balalarının xoş gününə gələk. Təbrik elədiniz, qaçıb gedirsiniz. Hara tələsiz elə? Qaçmıram, gəldim, oturdum, acından ölürdüm, yemək yedim, açıq deyim. Doydunuz? Doydum və bir başqa tədbir var, orada gedib dəyəcəm.